Mən qaş çəkdim, indi onun nəticəsinə baxıram. Fəxr edirəm ki, həqiqətən nə qəşəng qaş çəkmişəm. Çox sevinirəm. Yəni baxın sizdə qısa bir fraqment göstərəcəm, özünüz hiss edəcəksiniz. İlk növbədə biz nəyi nəzərə almalıyıq? Niyə bu qaşı işləmək çətin idi? Prosta xanımın öz tüklərinə baxın, görün nə qədər biz durub. Özlərinin üstündən nə qədər biz çıxıb. Yəni bizim çəkimiz zılarsa dərinin altında yerləşir deyə. İndi gəl bunu elə çək ki, təbii görsənsin. Təxmin bildinizdə bu qaşın problemi nədir görürsüz? Tüklər necə biz çıxır. Demək bu qaşa uzaqdan baxırıq. Gəlin bunu böyüdək. Mən sizə izah edəcəm. Hansı məsələyə görə iminə mən fəxr elədim. Nə qədər böyütmüşəm, hələ də bilmir burada hansı öz təbii tüküdür, hansı mənim çəkdiyim zığdır. Yalnız bu tükləri aralayandan sonra biz görə bilirik ki, hayda, Suraj usta bu qaşın içində nə qəşəng zılar çəkib. Əsas məsələ sevindirici hal, mən fəxr edəcəm hal nədir? Birə-bir öz tükü necə yetişirsə, zıları da o istiqamətdə çəkmişəm, elə o cür çəkmişəm və bilmir hansı tükdür, hansı isə mən çəkdiyim zılardır. Çox təbii, çox. Sizcə necədir? Daha qaşı göstərim də sizə çəkiriksə. Uzaqdan baxışıb yəni. Fikirlərinizi gözləyəcəm. Əməyə dəyər verən hər bir kəsə təşəkkür edirəm.